Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Mənəvi Dəyər proqramı efirdədir. Bugün Məhərrəm ayı və bu ayda baş verən ağır, faciəvi bir tarixi bir hadisə haqqında danışacağıq. Bildiyiniz kimi qarşıda Hicri qəməri tarixi ilə, təqvimi ilə Məhərrəm ayı gəlir. Bu ayda nələr baş verib, xüsusən də bu ayda şəhid olan şəhidlər sərvəri Seyyid-i Şühəda Həzrəti Hüseyn əleyhissalam və onun səhabələri, dostları barəsində qısa bir məlumat verəcək inşallah. Mövzumuz təqribən Həzrəti İmam Hüseynin səhabələri, dostları, Kərbəlada olan Kərbəla şəhidlərinin xüsusiyyətləri və onların qatillərinin xüsusiyyətləri barədə danışacağıq inşallah. Həm söhbətim, qonağım Pirallahı Qəsəbə məscidinin imam mavini Elvin Rəcəbovdur. Salamlayıram sizə Elvin müəllim, xoş gəlmisiniz. Aleyküm salam, çox sağ olun Nazır, xoş gördük, Allah razı olsun. Allah sizdən də razı olsun, dəvətimizi qəbul edib gəlmisiniz. Qarşıda Məhərrəm ayı gəlir. İstədik ki, bu barədə bir neçə kəlmə izləyicilərə məlumat verək. Bu Məhərrəm ayında, xüsusən Aşura günündə baş verən bu tarixi qanlı hadisədə diqqət çəkən məqamlardan biri də orada olan o şəxsiyyətlərdir. Həm mənfi, həm müsbət şəxsiyyətlər. Onların həyatı, ümumiyyətlə onlar kim olublar. Çox maraqlı burada faktlar var. Ona görə də istərdim ki, elə bu barədə sizdən eşidək. İmam Hüseynin dostları kim idi, səhabələri kim idi, o yaxşı kimi tarixdə adlarını həkk edən şücaətli, qəhrəmanlı şəxsiyyətlər barəsində və eyni zamanda onların əksi olan, onların tərəf müqabili olan yer üzərində fitnə, fəsada, tarixi bir cinayətə qol qoyan şəxslər də var, orada mənfi obrazlı şəxslər də var ki, onların da xüsusiyyətləri barəsində inşallah sizdən məlumat alaq, buyurun. Çox sağ olun Nazır, mən də ilk növbədə izləyiciləri salamlayıram və sizə bir daha bu gözəl verilişə dəvət etdiyinizə görə təşəkkür edirəm. Razı olsun. Qeyd etdiniz ki, artıq Məhərrəm ayı gəlir. Məhərrəm ayı Azərbaycan xalqının dəyəridir. Tarix boyu nəzər salsaq, həm ədəbiyyatımıza, həm teatrımıza, hətta mətbəximizə qədər məhərrəmlik sirayət edib, bəli. Həmçinin Azərbaycanda tarixən mövcud olan ənənəvi məzhəblər daim məhərrəmlik ayının ehtiramını saxlayıblar. Və həmçinin qeyd edək ki, məhərrəmlik ayı şəhidlərin daha çox yad edildiyi bir aydır. Allah Teala vətən uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur eləsin. Amin. İndi isə gələk əsas mövzumuza. Kərbəla qatillərinin xüsusiyyətləri və onları İmam Hüseyn əleyhissalamın əshabı ilə müqayisə eləyək. Bu çox aktual bir mövzudur. Çünki Kərbəla qatillərinin xüsusiyyətini biz bilsək, onların həyat tərzini bilsək və onları qarşılıqlı şəkildə Kərbəlada şəhid olan şəhidlərlə müqayisə eləsək, öz həyat tərzimizi buna uyğun müəyyənləşdirə bilərik ki, hansı həyat tərzini seçirik və biz Kərbəlada olsaq, Yezidin cərgəsində olardıq, yoxsa İmam Hüseyn əleyhissalamın yanında olardıq, bunu müəyyənləşdirə bilərik. Kərbəla qatillərinin xüsusiyyətlərindən biri o idi ki, onlar nəfslərinə olduqca itayətkar biridir. Nəfslərinə düşkün, ibadətə süst və egoist insanlar idi. Peyğəmbərin də belə bir kəlamı var ki, mənim ümmətim üçün qorxduğum şeylərdən biri də odur ki, nəfsə itayət və dünyapərəstlikdir. Ki, nəfsə itayət insanı haqdan uzaqlaşdırar, haqdan döndərər. Cəsiyyət surəsinin 23-cü ayəsində də bildirir ki, nəfsinə itayət edən şəxsi gördünmü? Allah onları öz elmi sayəsində onun gözünə pərdə çəkər. Ayənin məzmunu belədir. Evet. Gözünə pərdə çəkər, qəlbinə və qulaqlarına möhür vurar. Yəni ki, nəfsə itayətin nəticəsi olur ki, insanın gözünə, qəlbinə möhür vurulur. Və bununla da insan haqqı görə bilmir. Onlar o qədər öz nəfslərinə itayət eləmişdilər ki, haqqı görə bilmirdilər. Və İmam Hüseyn əleyhissalam da Kərbəlada onlara qarşı çıxış eləyəndə nitqində belə dedi ki, siz o qədər haram yemisiniz ki, haqqı eşidə bilmirsiniz. Siz o qədər haram yemisiniz.
Onlar harama çox meyilli idilər. Ona görə də İmam Hüseyn əleyhissalamın sözləri onlara sərf eləmirdi. İmam Hüseyn əleyhissalamın haqq sözü onlara sərf eləmirdi. Müslim ibn Əqil Kərbalada ki, Küfədə ki tək qaldı. Hani ibn Ürvə şəhid oldu. Onu himayə eləyən bir qadın var idi. O qadının oğlu şərabxor, nəfsinə düşkün biri idi. Həmin qadının oğlu Müslimin evlərində olduğunu bilib, bu nəfsinə düşkün olduğu üçün gedib İbn Ziyadın sarayına xəbər verdi ki, bəlkə oradan bir şey əldə eləyər. Hədiyyə, bəxşiş Bəli, hədiyyə, bəxşiş əldə eləyər. Həmçinin o düşünürdü ki, Yezid axı ona sərf eləyirdi. O düşünürdü ki, Yezid öz nəfsinə düşkün biridir, şərabxor biridir. O mənə daha uyğundur. Bəlkə gələcəkdə o şərabı halal elədi. İcazə verdi şərabın içilməsinə və ya digər nəfsə düşkün olan şeylərə icazə verdi. İmam Hüseyn əleyhissalamın sözləri isə ona uyğun gəlmirdi. Ona görə o gedib İbn Ziyadın sarayında Müslümü satdı. Buna ümumiyyətlə belə bir düstur deyim sizə. Əgər insan bilmək istəyirsə, Kərbalada olsaydı, Yezidin yanında olardı və ya İmam Hüseynin yanında olardı. Gərək buna diqqət yetirsin, görsün ki, günaha məhəbbəti nə qədərdir, nəfsinə nə qədər düşkündür. İnsan nə qədər nəfsinə düşkündürsə, günaha məhəbbəti çoxdursa, o qədər İmam Hüseyn əleyhissalamdan uzaqdır. Amma insan nə qədər öz nəfsini ram eləməyi bacarırsa, o qədər o İmam Hüseyn əleyhissalama daha yaxındır. Bəli. Çünki İmam Hüseyn əleyhissalamın indi əshabına gəlsək, onlar öz nəfsini ram etmiş, iradəli, azad şəxslər idi. Yezid nəfsdir, İmam Hüseyn isə ağıldır. İnsan gərək həyatda qarşılaşdığı situasiyalarda, günah qarşısına çıxanda burada verdiyi qərarla müəyyənləşdirsin ki, görsün Yezidin yanındadır, yoxsa İmam Hüseyn əleyhissalamın yanındadır. Atdığı addımlar ağılladır, yoxsa nəfsin istədiyinə görədir bu addımlar. Bəli. Kərbəla qatillərinin digər bir xüsusiyyətinə gəlsək, o tamahkarlıq idi. Tamahkarlıq və dünyapərəstlik. Əsas onların xüsusiyyəti bundan ibarət idi. İnsan nə qədər tamaha qəlbində yer versə, o qədər Allahdan uzaqlaşar. Və Allahdan uzaqlaşan şəxs də haqqı görə bilməz. Sizə bir misal verim Kərbəla qatillərindən. Elə yenə də Müslim ibn Əqilin evladlarına bu dəfə toxunacağam. Evladları ki, Müslim ibn Əqilin tək qaldı Kərbəlada, ataları şəhid oldu Küfədə daha doğrusu. Küfədə tək qalanda onları bir qadın himayə edirdi, Harisin yoldaşı. Haris qeyd olunur həmin şəxsin adı. Haris çox tamahkar biri idi. Və qəddar idi. Çox qəddar biri idi, bəli. Haris o uşaqları tapdıqda, onlarla rastlaşdıqda eşitmişdi ki, İbn Ziyad bu uşaqları tapana mükafat verəcək. Və həmin uşaqları qətlə yetirdi, şəhadətə çatdırdı. 14-15 yaşlı uşaqlar. Bəli, adları İbrahim və Muhammed olaraq qeyd olunur. Onlar nə qədər yalvarsalar da Harisə buna baxmadı. Onları qətlə yetirdi, şəhadətə çatdırdı və onları apardı İbn Ziyadın sarayına təhvil verməyə. İbn Ziyad bunu görəndə Harisə dedi ki, mən o uşaqları tapıb mənə gətirənə mükafat demişdim. Sən ki onları öldürmüsən, başlarını gətirmisən. Harisin özünü də edam eləyin. Baxın tamahkarlığın aqibəti nə oldu? Haris birinci növbədə öz axirətini satmışdı, axirətini itirmişdi. İkinci növbədə öz dünyasını da itirdi. Öz dünyasını da bərbad vəziyyətə qoydu. Budur, çünki İmam Səccad əleyhissalam buyurur ki, tamahkarlıq insana zəlillik gətirər. Məhz Harisin aqibəti də buna bir nümunədir. Və ya buna Xulini də misal göstərə bilərik. Kərbəlada İmam Hüseyn əleyhissalamın başını İbn Ziyada çatdırmaq üçün yarışırdılar. Acgöz şəkildə. Çünki onlar məqampərəst idilər, dünyapərəst idilər. Xulinin qəlbində tamah alovlanmışdı. Və o da İmam Hüseyn əleyhissalamın başını gətirib İbn Ziyada çatdırıb ənam əldə eləmək istəyirdi və nüfuz qazanmaq istəyirdi. Amma aqibəti nə oldu? Sonradan Muxtar Səqəfi onu qətlə yetirdi. Tarixdə qeyd olunur ki, Xulinin arzu istəkləri var idi. Həm həyat yoldaşı ilə birlikdə ki, onlar rəqqasxana, qumarxana açsınlar və bu minvalla həm də var-dövlət əldə etsinlər. Bu da onlara bir şans yaranmışdı Kərbəlada, qənimət əldə edib
bu minvalla varlansınlar, həmin Bəli, o bəli. arzularını, istəklərini həyata keçirsinlər, rəqqasxana açsınlar və eləcə də o İmam Hüseyn əleyhissalamın başını ki gətirir, bundan ənam alıb işini qurmaq istəyirdi, belə bir növ deyək ki, karyera qurmaq istəyirdi özünə və bundan da varlanmaq istəyirdi, əyləncə, eş-işrət. Bax, bu həqiqətən də Kərbəla qatilləri çox bədbəxt insanlar idi. Onların istəyi görün nə qədər eş-işrət, bihudə bir şeylər üstündə necə bir şəxsiyyətləri şəhid ediblər həqiqətən də bunlar. Bəli, əlbəttə doğrudur. Əsas tamah idi. Onları bu yola sövq edən tamah idi ki, onları Allahdan uzaqlaşdırırdı və öz tamahları üçün acgöz şəkildə əllərindən gələni eləyirdilər ki, Kərbəladakı qatillər hər biri fikirləşirdi ki, mən necə edim ki, İmam Hüseynə bir daş atım, nə edim ki, bir yolla gedim deyim sarayda ki, mən İmam Hüseynə bir daş atmışam, onun vasitəsilə bir ənam alım. Gözlərini o qədər dünya onların tutmuş idi. Bu mövzuda amma İmam Hüseyn əleyhissalamın əshabı necə idi? Gəlin indi ona baxaq. Həbib ibn Məzahir, Hür, bunlar da Kufədə məqam cəhətdən tanınmış şəxslər idi və imkanlı şəxslər idi. Amma onlar müəyyən bir imkana, məqama sahib idilər. Həmin məqam və imkan onlara sahib deyildi. Bunlar fərqli şeylərdir. Ona görə rahatlıqla, məsələn, Müslim ibn Övsəcə, məsələn, dükanını bağladı. Getdi Kərbəlaya və ya Həbib ibn Məzahir öz bütün var dövlətini kənara qoyub, getdi İmam Hüseyn əleyhissalama qoşuldu və ya Hür sərkərdə idi, qoşun başçısı idi. Amma öz məqamından keçdi, hər şeyi atdı. Çünki onlar bağlanmamışdı dünyaya. Onlar azad, iradəli şəxslər idi. Əsas da budur ki, insanın mal dövlətə və ya məqama sahib olması bir qəbahət deyil. Yaxşı şeydir əslində. Amma insan gərək mal dövlətə, məqama sahib olsun. Həmin məqam və mal dövlətə kölə olmasın. Əsas məsələ buradan ibarətdir. Azərbaycan şairlərindən Əliağa Vahid bir mərsiyəsini istəyirəm diqqətinizə çatdırım ki, gözəl şəkildə müqayisə eləyir Kərbəla qatilləri ilə İmam Hüseyn əleyhissalamın eşqini. Gözəl şəkildə müqayisə eləyir. İstəyirəm iki bəndi diqqətinizə çatdırım. Çox gözəl bir tərənnüm var bu mərsiyədə. Burada bildirilir ki, Şimr Duni ilə Hüseyn düşmüşdü eşq sevdasına. Rey həvasına biri bəla səhrasına. Bildirir ki, Şimr də aşiq idi. İmam Hüseyn əleyhissalam da aşiq idi. Nəticədə hər ikisi aşiq idi. Biri dünyaya aşiq idi. Biri isə Allaha aşiq idi. İmam Hüseyn Allaha aşiq idi. Biri rey havasına, bir reyin mükafatını istəyirdi, rey hakimiyyətini istəyirdi əldə eləsin. Buna görə canfəşanlıq edirdi. Biri isə Allah eşqində idi. Və dünya eşqinə aldanan Şimri zəlalətə apardı bu eşq. Amma Allah eşqi isə İmam Hüseyni və əshabını aparıb yüksək bir mərtəbəyə çatdırdı. Bu mərsiyənin bir bəndində bildirir ki, Şimr Dun yağmaya verdi din ilə imanını. Mülk-ü reydən ötürü tərk etdi bütün vicdanını. Cəşnə öldürdü su üstə Kərbəla mehmanını. Baxmadı nə Əsqər o, nə Əkbər o Əbbasına. Dünya necə Şimrin gözünü tutmuşdu ki, bütün vicdanını da unutdu, imanını da unutdu və nəinki Peyğəmbər balasına, hətta körpə uşağa belə rəhm eləmədi. Dünya belədir. Dünya məhəbbəti belədir, tamah belədir. İnsanın gözünü tutanda bütün imanı, vicdanı əldən gedir və sonda bu onu tamah aparıb zəlalətə çatdırır. Amma İmam Hüseyn əleyhissalam və əshabı necə idi? Digər bənddə çox gözəl şəkildə Əliağa Vahid onları müqayisə eləyib. Bildirir ki, badeyi eşqi Hüseyn bir cür əki nuş eylədi. Canını, evladını yeksər fəramuş eylədi, unutdu. Yaddan çıxartdı. Möhnəti dərdü qəmə öz canını tuş eylədi. Atdı bir dəmdə özün eşqin dərin dəryasına. Baxın, hər ikisi aşiq idi. Biri dünyaya aşiq idi, biri isə Allaha aşiq idi. Şimri qeyd elədik ki, dünyaya aşiq olduğu üçün zəlalətə duçar oldu. Amma İmam Hüseyn əleyhissalam əshabı necə idi? Kərbəlada onlara nəzər salanlar bilirlər, qeyd edirlər ki, onlar çox xoşbəxt idilər, ləzzət içində idilər. Çünki Allah eşqi insana dünyanı unutturur. Dünyanı unudan insan da daim ləzzət içində olur, xoşbəxtlik içində olur. Evladını da itirsələr,
bütün canlarını da fəda versələr, yenə də xoşbəxt idilər. O səbəbdən də xanım Zeynəb Yezidin sarayında dedi ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Çünki onlar Allah eşqində idilər. Çünki onlar üçün əsas Allah eşqi idi. Bəli, bəli. Məşhur sözdür. Və ma raitu illa cəmila. Bəli, bəli. Dünya xalqları, millətləri dilində bu əzbərdir. Xanım Zeynəbin həmin bu dilindən, mübarək dilindən çıxan həqiqətən hədis möhtəşəm tərənnüm edir. Həqiqətən də bir nöqtəni qoyubdur da Kərbəla hadisəsində. Bəziləri ki, İmam Hüseynin orada məğlubiyyətindən danışırdı falan. Xanım Zeynəb cavab verir bütün dünya millətlərinə və qiyamətə qədər hər kəs öz cavabını götürür bu məsələ ilə. Bəli, əslində bu bizə də bir nümunə verir ki, insan nə qədər ki Allaha tərəf olsa, Allaha meyllənsə, tamahdan uzaq olsa, o qədər həyatdan ləzzət alaraq yaşayar. Amma insan nə qədər ki dünyaya bağlansa, dünyanı hədəf halına çevirsə, o qədər çətinlikləri bitməz və daim çətinliklər içində yaşayar. Kərbəla qatillərinin digər bir xüsusiyyətinə gəlməli olsaq, bu qəddarlıq və qeyri-humanizm idi. Onlar humanizmdən uzaq şəxslər idi. Kərbəlada qalmayan qəddarlığı göstərdilər onlar. Nəinki şəhid elədilər Kərbəla şəhidlərini, onların üzərindən atla tapdalayıb keçdilər. Bu humanizmin tam şəkildə humanizmdən uzaqlığın bir nümunəsi idi. Amma İmam Hüseyn əleyhissalam necə idi Kərbəlada? Kərbəlaya çatan İmam Hüseyn əleyhissalam Hürrün qoşununa suyu açdı. Onların hətta heyvanlarına belə su verdi birinci. Hətta qeyd olunur tarixdə ki, Hürrün qoşunundan bir əskərin əlləri əsirdi su içməyə. İmam Hüseyn əleyhissalam öz əlləri ilə ona su içirdi. Baxın, harada var belə humanizm nümunəsi? Qeyd olunur ki, Tasu'a gecəsi İmam Hüseyn əleyhissalam ona yazılan məktubları yandırdı. Yox etdi ki, baxmayaraq ona vəfasızlıq etmişdilər. Onları belə düşünürdü ki, birdən bu məktublar İbn Ziyadın əlinə keçər və onlara qarşı rəhimsiz davranar. O məktubları da yandırdı. O məktubları da yandırdı və Tasu'a gecəsi məşəlləri söndürdü ki, hər kəsə azadlıq verdi. Bu son dərəcə humanizm nümunəsi idi. Məhz söhbətin əvvəlində də qeyd etdik ki, bizim xalqımızın dəyəri məhərrəmlikdir. Bu dəyəri əsas alan, bu humanizm dəyərini əsas alan, Kərbəlanı əsas alan bizim müzəffər ordumuz da Kərbəlada baxmayaraq ki, düşmən Xocalıda son dərəcə humanizmə zidd olan qətliam törətmişdi. Bizim ordumuzsa 44 günlük müharibədə son dərəcə humanizm göstərdi və ümumbəşəri dəyərlərə uyğun olaraq hərəkət edərək döyüş meydanında mərdcəsinə qələbə qazandılar. Nümunələr də var, gözəl nümunələr də var idi 44 günlük müharibədən sonra. Məsələn, bizim əsgərlər o ki, torpaqları azad etmişdilər. Orada qalan yaşlı, axıl ermənilər var idi. Siz də görmüsünüz yəqin ki, o videolardan. Onlara gətirib su, yemək, qida verirdilər, onlara hörmətlə yanaşırdılar. Yəni, bu böyük bir örnək idi. Müsəlman adına, Azərbaycan adına çox gözəl bir nümunələr idi. Məsələn, tutaq ki, onlar bizə, siz demiş, Xocalıda və digər yerlərdə vəhşilik göstərmişlər. Bizim yaşlı nəsil yerdə uzanan şəkillər də var. Hələ cənazələrin, onların mübarək cənazələri yerdə, qoca kişi, qadını, uşaq, körpələr. Amma bizim Azərbaycan xalqı onlarla elə davranmadı. Onlara gözəl bir, necə deyərlər ki, İslamı dəyərləri göstərdilər. Azərbaycanın o milli, belə deyək ki, necə deyərlər, dəyərlərini göstərdilər ki, biz qəddar deyilik. Həqiqətən də düşmənlə vuruşdur. Vuruşda gördük neynədilər. Çox da gözəl, şücaət göstərdilər. Amma da müharibə ki dayanıb, torpaqlar indi alınır və orada yaşlı nəslin, məsələn, belə deyək də, yəni öldürməyin, işgəncə etmək, bu İslam qayda qanunlarına, yəni insanlığa, humanizmə yaddır da bu prinsiplər. Amma çox da gözəl göstərdilər, gözəl tərəfdən özlərini göstərdilər. Bu çox gözəldir, nöqtəyə siz toxundunuz həqiqətən də. Bu bizim elə İslamın buyurduğudur, Azərbaycançılığımızdır bu. Bəli, əlbəttə. Çünki həmin, az öncə də qeyd elədim, çünki həmin əskərlər məhz məhərrəmlikdən, Kərbəladan dərs almışdılar. İmam Hüseyn əleyhissalamdan humanizmi öyrənmişdilər. Bizim də millətin xüsusiyyəti budur. Bəzən də qeyd olunur ki, bizim millətdə əli rəhmi var. Bu da məhz bizə Kərbəladan, məhərrəmlikdən gəlir ki, bizim millət bunu 44 günlük müharibədə də göstərdi.
Həmçinin Kərbəla qatillərinin digər bir xüsusiyyəti isə cəhalət idi. Onlar ibadət etsələr də nə qədər ömürlərini... Hamısı yox da, müəyyən hissəsi ibadət edirdi. Bəli, müəyyən hissəsi Bəli, ibadət edirdi. Məsələn, Şimri nümunə Özü, göstərsəylər, bəli. Şimri qeyd olunur Namazı tarixdə ki, var. neçə dəfələrlə piyada həccə getmişdi. Bəli. Amma Şimrin həcci təfəkkürsüz həcc idi. Kamil həcc insanın həyatında da özünü əks etdirməlidir. Şimr neçə dəfələrlə həccə piyada getsə də, amma təfəkkürsüz həcc olduğu üçün o gəlib özünü Kərbəlada göstərdi ki, o sadəcə ritual olaraq, onlar sadəcə ritual olaraq ibadət edirdilər, namaz qılırdılar, oruç tuturdular, həccə gedirdilər, digər ibadətləri yerinə yetirirdilər, amma cahil idilər, cahil şəkildə həyatı yaşayırdılar. Amma buna baxmayaraq İmam Hüseyn əleyhissalamın əshabından nümunə göstərməli olsaq, Hürrün bir anlıq təfəkkürü onun neçə min illik ibadətindən üstün idi, neçə illərlə etdiyi ibadətdən üstün idi. Çünki bu təfəkkür onu gətirib İmam Hüseyn əleyhissalama qoşulub tövbə etməyə gətirib çıxartdı. Amma qatillər cərgəsində olanlar isə təfəkkürdən uzaq şəxslər idi. O səbəbdən də gərək insan ibadət edərkən həmçinin təfəkkürə də yer ayırsın. Məşhur hədisdə var ki, 1 saat elmlə məşğul olmaq neçə min illik ibadətdən üstündür. Məhz bu da ona görədir. Təfəkkür insanı ayıldır. İnsan gərək bilmədiyini dərk eləsin. Kərbəla qatillərinin əsas xüsusiyyətlərindən biri o idi ki, onlar bilmirdilər, amma bilmədiklərini də bilmirdilər. Öyrənmək də istəmirdilər. Öyrənmək də istəmirdilər. İmam Hüseyn danışanda təbillərə vururdular. Təbillərə vururdular. Öyrənmək də istəmirdilər. Onlar bu cahilliyinə görə də İbn Ziyad onları çox rahat şəkildə aldatdı. İbn Ziyad Küfədə elə xutbələr eləyirdi ki, onları rahat şəkildə aldada bilirdi və İmam Hüseyn əleyhissalamı düşmən kimi onlara göstərə bildi. Bəli, təəssüf ki, həqiqətən də o Züheyr ibn Qeynin də var dövləti var idi. Şümrün də var dövləti var idi. Züheyr ibn Qeynin də var dövləti var idi. Şümr həccə gedirdi, məsələn dindarlığı, zahiri dindarlığı cahilanə da olsa var idi. Amma Züheyr ibn Qeyn də məsələn piyada həccə getmişdi və dindarı idi, möhkəm dini. Amma bu belə deyək ki, cahilliyə apardı, sürüklədi onu əbədi cəhənnəmə. Amma Züheyr ibn Qeyn ağılla düşündü, dedi İmam Hüseyn əleyhissalam bu əhl-i beytdir, peyğəmbərin əmanətidir. Axı mən bunu necə tək qoya bilərəm? Bunlar ümmət üçün canlarından keçiblər. Quranda Əhl-i Beytin ayəsi ki var, məşhur və yut'imunət-ta'ama ala hubbihi miskinan və yetiman və əsira. Bunlar özləri ehtiyaclı olduğu halda verən insanlardır, paylaşan insanlardır da. Yəni bunlar pakdır, mütəhhərdir. Ümmət bunları tanıyırdı. Züheyr ibn Qeyd dedi ki, mən bunu necə tək qoya bilərəm? Ya və tək qoymadı, getdi, bütün var dövlətin göz yumdu, tamah yox idi də siz demiş. Bəli. Tamah olsaydı bu qədər var dövləti qoyub 72 nəfərin yanına gedərdi. Məsələn İmam Hüseyn və yaxında 70 nəfər, 71 nəfər, 30 min qoşun var orada. Öləcəyini də, şəhid olacağını da bilirdi. Yəni tamah olsaydı bunu edərdimi? Təbii ki, yox. Çox dəhşətli bir addım atdı və tarixdə özdə adlarını səbt etdilər, yazdırdılar. Züheyr ibn Qeyn olsun. Hürdən misal gətirdi. Hür o boyda sərkərdə idi. O boyda qoşunu atdı, gəldi keçdi İmam Hüseynə tərəf. Bilirdi ki, sonu nədir də, bunun ölümdür. Həqiqətən də insan bunları bir-bir tək-tək düşünəndə insan dəhşətə gəlir. Bunlar necə insanlar olublar? Həm o tərəfdə, həm bu tərəfdə. Həm Allahın qoşunu, belə deyək, həm Bəli. iblisin qoşunu. Bunlar insanları məhtəl edirlər. Sözün həqiqi mənasında düşmən ordusu da və başında olan o sərkərdələr, Ömər ibn Səhəddir, Şümürdür, digərləridir. Həm bunlar insanı dəhşətə gətirir, heyrətə gətirir ki, bunlar bilə-bilə ki, İmam Hüseyn kimdir, bu işi gördülər. Eyni zamanda da bu tərəfdəki insanlar bilə-bilə 30 min qoşun bunları öldürəcək, bütün var dövlətini at, gəlginən, durginən İmam Hüseynin yanında. Yəni, həqiqətən heyrətamiz bir şeydir. Son olaraq bir neçə dəqiqəmiz qaldı, tamamlayaq mövzunu. Həqiqətən önəmli bir mövzudur. Heyf olsun ki, vaxtımız azdır. Buyurun. Çox gözəl vurğuladınız, çox gözəl qarşılaşdırdınız ki, Şimrlə Züheyr ibn Qeyni ikisi də həccə getmişdi. Bəli. Amma biri təfəkkürlü şəkildə həccə getmişdi. Bəli. Birinin həyat tərzində var idi təfəkkür. Biri isə cahilanə getmişdi. Ona görə də Şimrə
kömək olmadı getdiyi həcc. Amma Züheyrə isə həyatında kömək oldu getdiyi həcc. Bəli. Ona haqqı tapmaqda kömək oldu. Gərək insan da həyatında etdiyi ibadətləri, istər namaz olsun, istər oruc olsun, istər həcc olsun, istər digər ibadətləri təfəkkürlə yerinə yetirsin, onları düşünərək yerinə yetirsin. Bunu etdikdə həmin şəxs nicat tapacaqdır. Mütləq şəkildə həyatında nicat tapacaqdır. Mütləq. Allah razı olsun Elm müəllim. Allah köməyiniz olsun. Verişimizə gəldiniz. Gözəl mövzu idi. Həqiqətən də bir daha sizə təşəkkür edirik. Allah razı olsun sizdən. Və əziz və möhtərəm izləyicilər, növbəti həftə görüşəndə də sizdən ayrılırıq. Allah qəbul eləsin ibadət itaətlərinizi və qarşıda gələn Məhərrəm ayında əzadarlığınızı. Allaha həvalə edirik sizi. Sağ olun.